Ötən gün kiçikdən böyüyə kimi hər kəs 20 yanvar günü qanını və canını vətən üçün əsirgəməyən şəhidlərimizi andılar və onların ruhuna ehtiramını bildirdilər. Lakin 3 azyaşlı qəhrəman vardı ki, onların şəhidlərimizi anma kadrları hər kəsi qürurlandırdı. Şəhidlərimiz yad edən azyaşlılar bu davranışları ilə hər kəsin ürəyində özlərinə taxtac qurdular. Qeyd eləyək ki, qardaşlardan biri məşğələdə olduğu üçün iki qardaşın təəssüratlarını indi növbəti sujetdə bərabər izləyəcəyik. Onlar 20 yanvar şəhidlərini yağış altında əlləri ürəklərinin üstündə andılar. Söhbət Matadrom ərazisində yaşayan Hüseyn Yusif və Rəşad qəhrəmanlı qardaşlarından gedir. Laçın rayonundan olan uşaqlar havanın əlverişsiz olmasına baxmayaraq 20 yanvar şəhidlərinin xatirəsinə ehtiramlarını ifadə ediblər. Anımanları təsadüfi çəkiliş zamanı lentə alınıb. Uşaqları tanımıram. Sadəcə xoş oldu onların bu göstərdiyi o hörmət. Çox duyğulandım və istərdim ki, bunu hamı görsün, hamı bilsin. Valideynlərimiz yox idi və biz də qərar verdik ki, bir dəqiqə şəhidləri yad edək. Azyaşlıların bu davranışı çox keçmədən sosial mediada yayıldı və rəğbətlə qarşılandı. Evdə oturmuşduq, bir dənə gördüm mesaj gəlib, anam atıb atıma. Şok oldu aslında. Bu qürurverici görüntülər cəmiyyət tərəfindən şəhidlərimizin xatirəsinə göstərilən hörmət və milli yaddaşın gənc nəsil tərəfindən yaşadılması kimi qiymətləndirildi. Axıra qədər belə deyək, sükutu anan və bitməsini gözləyən sən idin. Nə duydun, nə başa düşdün, nə demək istəyərsən dostlarına? Həm şəhidləri yad edin. Demək istəyirəm ki, şəhidləri heç vaxt unutmasınlar və şəhidləri həmişə yad edəsinlər. Diana Cəlali, Əfqan Bayramov, Spice xəbər.